Qəbələ İcra Hakimiyyətində keçirilən qəbul vaxtı icra başçısının müavini ilə dalaşan şəxs inzibati məsuliyyətə cəlb olunub. Turkistan.az qeyd edir ki, Qafqazinfonun əldə etdiyi məlumata görə hadisə ötən həftə Qəbələ rayon İcra Hakimiyyətinin inzibati binasında baş verib. İşsiz olduğu üçün qəbula yazılan rayonun Sultanluxa kənd sakini 1968-ci il təvəllüdlü S. Məmmədovla şərti soyadlı icra başçısının müavini Arif Abdullayev arasında insident baş verib. Onları İcra Hakimiyyətinin digər əməkdaşları ayırıblar. Məmmədov oraya dəvət olunmuş polis əməkdaşları tərəfindən saxlanılaraq Qəbələ RPŞ-yə aparılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu xırda xuliqanlıq maddəsi ilə protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib. RİH əməkdaşlarının iştirakı ilə tərtib edilmiş aktda qeyd edilib ki, Məmmədov əvvəllər dəfələrlə icra başçısının, başçının müavini və digər vəzifəli şəxslərin qəbulunda olub. 5 dekabr 2025-ci il tarixdə saat 09:20 radələrində Qəbələ rayon İcra Hakimiyyətinin inzibati binasında olarkən Məmmədovun psixoloji durumu yerində olmayıb. Özünü idarə edə bilməyərək nə istədiyini bilmədən səs tonunu olduqca yüksəldib. Əsassız ittihamlar səsləndirərək qəbula gələn başqa vətəndaşlara problem yaradaraq ictimai asayişi kobud şəkildə pozub. Habelə başçının müavini Arif Allahverdiyevə əl-qol atmağa cəhd göstərib və hədə-qorxu gəlib. Məmmədov isə ifadəsində iddia edib ki, ilk olaraq başçının müavini ona hücum edib. Bu il Qəbələ rayon peşə təhsil mərkəzində yataqxana növbətçisi vəzifəsindən işdən çıxarıldım. Ali təhsilli iqtisadçı olmağıma baxmayaraq, hazırda günəmuz fəhlə işləyirəm. Amma sağlamlığım imkan vermədiyindən həmin məşğuliyyəti davam etdirə bilmirəm. İxtisasına uyğun işlə təmin edilməkdən ötürü dəfələrlə məmurların qəbulunda olmuşam. Amma indiyədək işlə təmin edilməmişəm. İcra başçısının qəbuluna da işə düzəlmək məqsədi ilə getmişdim. İcra başçısının müavini Arif Abdullayevin qəbulunda oldum və ona gəlişinin məqsədini bildirərək başçı ilə görüşmək istədiyimi bildirdim. Həmin vaxt Arif Abdullayev heç bir səbəb olmadan mübahisə etməyə başladı. Qəfildən üzərimə hücum edərək iki əli ilə boğazımdan tutaraq məni boğmağa cəhd etdi. Qəbələ RİH-in şöbə müdürü Abdullayevi tutub kənara çəkərək bizi bir-birimizdən ayırdı. Həmin vaxt özümü itirdim. Səhhətimdə narahatlıq yarandığı üçün xəstəxanaya getdim. Qəbələ rayon məhkəməsinin qərarı ilə Məmmədov 10 sutkalıq inzibati həbs olunub.